Bismillahirrahmanirrahim. Bugün bir mesele ilə bağlı fikir bildirmək istəyirəm. Məsələ burasındadır ki, biz uşaq vaxtından alışmışıq ki, yanımızda kimsə təsəvvür gətirərsə, ona mütləq ətrafdakılar sağlam ol deyir. Təsəvvür gətirən özü də təsəvvür gətirdiyi anda Allah şükür, əlhəmdülillah, Allah sənə şükür kimi ifadələr işlədir. Ətrafdakılar da buna qarşılıq olaraq ona sağlam ol, çox yaşa və s. ifadələrlə müraciət edirlər. Mən maraqlandım ki, bu digər xalqlarda da belədirmi? Gördüm, bəli, Almanlarda, İngilislərdə, Fransızlarda demək olar ki, internet üzərindən öyrənə bildiyim bütün xalqlarda insanlar təsəvvür gətirəndə ətrafdakılar təsəvvür gətirən Allahın adını çəkir, Allah sən saxla, Allah sən üzün kömək ol, ilahi şükür, Allaha şükür kimi ifadələr işlədirlər və ətrafdakılar da ona sağlam ol, çox yaşa, hətta Allah rəhmət eləsin mənasını verən ifadələrlə qarşılıq verirlər. Mənə maraqlı gəldi ki, bunun kökündə nə durur, niyə bu belədir? Çünki Quranda bir çox ayələrdə Yaradan bəndəsinə müraciət edərək niyə düşünmürsünüz? Bu barədə düşünməz misinizmi? Düşünmək lazımdır deyə müraciətlər edir. Mən də fikirləşdim ki, deyəsən bu həmin o məsələlərdən biridir ki, İnsanlar nəsildən nəsilə ötürərək belə bir adəti paylaşırlar, amma bunun nə üçün belə olduğunu düşünmürlər. Nə üçün belə bir fikir məndə yarandı? Dəfələrlə auditoriyada, tələbə auditoriyasında, müdavimlərlə, yəni təlimlər zamanı soruşdum. Demək olar ki, heç kəs bunun səbəbini bilmədi. Ancaq müəyyən şeylərə ədəbiyyatda rast gələndən sonra və müəyyən çatırmayan yerləri də öz təxəyyülümün məhsulu ilə tamamlayanda məndə belə bir fikir yarandı ki, Yaradan Quran ayələrindən çıxış edərək deyirəm, insanı yaratdıqdan sonra ona öz ruhundan üfürür və insan zuhur edir, yəni dirilir və həyata başlayır, yaşamağa başlayır. Belə bir fikir yarandı ki, yəqin ki, insana Allahın ruhu ilk dəfə burnundan üfürülüb və insan da ciyəri genişləndiyindən və ilk hava ciyərə daxil olduğundan askıraraq həyata yaşamağa başlayıb. Məsələ burasındadır ki, dünyaya gələn körpə də ilk həyat əlamətini aldığı ilk nəfəsdən biruzə verir və əgər o bu həyata gələrkən qışqırmırsa, ağlamırsa, bundan ötürü ona müəyyən yerlərinə zərbələr də vurulur ki, ağrıdanmı, nədənsə o qışqırsın, nəfəs alsın və həyata başlamış olsun. Demək, eyni zamanda insanın təsəvvür gətirməyi ilə bağlı, yəni askırmağı ilə bağlı bir çox mənbələrdə belə bir fikir var ki, həmən anda insan bir anlıq nəfəsini çəkib dayanan anda onun demək olar ki, bütün bədən orqanları bir anlıq sanki fəaliyyətini dayanır, hətta ürək belə fəaliyyətini dayandırır. Yəni, insan ani olaraq sanki bir anın müəyyən bir hissəsində bütün həyat fəaliyyəti dayanır, yəni insan ölmüş vəziyyətdə olur və askıraraq təzədən yenidən dünyaya gəlmiş kimi bir vəziyyət alır. Buna görə keçmiş yaddaşa əsaslanaraq insanlar ona yenidən dirildiyi üçün sağlam ol ifadəsi deyirlər. O da bu dirilliyi üçün Yaradanına şükür edir. Allah sən özün saxla, ilahi şükür, Allaha şükür kimi ifadələr işlədir. Baxın, hamımızın dəfələrlə rast gəldiyimiz və bu prosesdə iştirak etdiyimiz
halda bunun əslində nə üçün belə olduğu haqqında demək olar ki, düşünməmişdik. Ancaq hər bir şeyin bir məntiqi əsası olduğu kimi bu hadisələrin də məntiqi bir əsası var imiş. İnsan hər dəfə təsəvvür gətirəndə bir anlıq ölüm anı yaşayır və ondan sonra təsəvvür gətirərək dirilir və bu ilk dirilişinə uyğun olduğu şəkildə baş verdiyi üçün insan şükür edir. Görünür ki, ilk dəfə Allah öz ruhundan üfürəndə ayılıb həyata başlayan insan da Yaradanına şükür edib və onun nəslindən olan bütün insanlar da təsəvvür gətirəndə ilk həyata gəlişini xatırlayıb və ani ölüm yaşayıb dirildiyi üçün şükür edir və ətrafdakılar da onun bu şükrünə qarşılıq olaraq sağlam ol, çox yaşa, salamat ol və s. kimi ifadələrlə qarşılıq verirlər. Düşünürəm ki, həyatda rast gəldiyimiz və iştirak etdiyimiz, amma haqqında düşünmədiyimiz çox belə hadisələr var ki, üzərində düşünəriksə, mütləq onun mahiyyətinə varmış olarıq və onun fəlsəfəsini başa düşüb, daha dolğun şəkildə qarşılıq verə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.